Salam müəllimlər. Bugünkü mövzumuz məktəbqədər təhsildə ilk mövzu olan ilkin anlaşılar mövzusudur ki, burada hüquqlar, vəzifələr, didaktik prinsiplər və inkişaf sahələri aid edilir. İndi bunların hər birinə ayrı-ayrı diqqət edəcək. İlk öncə danışaq hüquqlar və vəzifələr haqqında və uşaqların hüquqları haqqında. Uşaqların hüquqlarından danışanda biz burada əsas iki istiqaməti qeyd edirik. Təhsil və inkişaf hüquqları və müdafiə və qorunma hüquqları deyə qeyd edə bilərik. Təhsil və inkişaf hüquqlarından danışanda biz burada qeyd edirik ilk öncə keyfiyyətli təhsil almaq. Hər bir uşağın hüququdur ki, dövlət təhsil standartına uyğun olaraq elmi cəhətdən əsaslandırılmış keyfiyyətli təhsil alsın. Növbəti qeyd inkişaf mühitidir ki, hər bir uşaq həyat üçün təhlükəsiz mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə təhsil almalı deyə qeyd edirik. Tibbi xidmət hüququdur ki, ödənişsiz tibbi xidmətdən istifadə etmək və əgər hər hansı bir çatışmazlıq aşkar olunarsa, həmin çatışmazlıqların aradan qaldırılması üçün yenə də ödənişsiz tibbi xidmətdən istifadə etmək uşaqların hüquqlarına daxildir deyə qeyd edirik. Həmçinin psixoloji yardım almaq uşaqların hüquqlarına daxildir deyə, yəni ödənişsiz psixoloji yardım almaq uşaqların hüquqlarına daxildir deyə qeyd edirik. Növbəti qeyd edirik qidalanmadır ki, müəyyən edilmiş normativlərə uyğun keyfiyyətli qida təmin edilmək uşaqların hüquqlarına daxil deyə qeyd olunur. Və növbəti qeyd edir, asusi vaxtdır ki, maraq və meylələrin reallaşdırılması, yaradıcılıq imkanlarının inkişafı üçün şəraitlə təmin edilmək. Hər bir uşağın hüququdur ki, onların asusi vaxtı, onların maraq və meyllərin reallaşdırılması və həmçinin yaradıcılıq imkanlarının inkişafı üçün şəraitlə təmin edilərək həyata keçirilsin deyə qeyd edirik. Və növbəti istiqamət qeyd etdik ki, müdafiə və qorunma hüquqlarıdır ki, bura daxildir ki, uşaqların fiziki və psixoloji cəhətdən onların sağlamlığına zərər vuracaq hər hansı bir hərəkət və davranışın bütün formlarının qorunmaq uşaqların hüquqlarına daxil deyə qeyd edirik. Bura isə ümumilikdə aid edilir ki, uşağın şəxsiyyətinin alçaldılmasına, mənəvi psixoloji durumuna zərər vuran hərəkət formalarına yol verilmir. Müəllim uşaqla münasibətdə ittiham cümlələri əvəzinə konstruktiv, hörmətli dil istifadə etməlidir. Uşaqların sağlamlığına zərər vuracaq hər hansı informasiya təbliğatdan müdafiə olunmaq daxildir. Fiziki və psixoloji zorakılığın hallarından dərhal rəhbərliyə və ailəyə məlumat verilməsi şərtdir deyə qeyd edirik. Yəni ümumilikdə uşaqlar onların sağlamlığına zərər vuracaq hər hansı bir fiziki və yaxud da psixoloji zorakılıq hallarından müdafiə olunmaq onların hüquqlarına daxil deyə qeyd edirik. Növbəti qeyd edirik valideynlər və yaxud da digər qanuni nümayəndələrin hüquqları və yaxud da vəzifələrdir ki, digər qanuni nümayəndələr bu bilirsiniz ki, uşaqlara qəyyumluğa götürən şəxslər aid edilir. Və biz valideynlərin hüquqlarını danışanda qeyd edirik ki, ilk öncə qeyd olunur ki, övladı üçün məktəbqədər təhsil müəssisəsi seçmək. Hər bir valideyn övladı üçün sərbəst şəkildə istədiyi məktəbqədər təhsil müəssisəsini seçə bilər deyə qeyd edirik. Növbəti qeyd edirik ki, təhsil prosesi, övladın davranışı, qidalanma, tibbi müayinə haqqında tam və doğru məlumat almaq. Yəni də hər bir valideynin hüququdur ki, övladın təhsili barədə və həmçinin məktəbqədər təhsildə bağçadakı şərait haqqında davamlı olaraq tam və doğru məlumat almaq valideynin hüququdur deyə qeyd edirik. Və növbəti qeyd edirik ki, ictimai idarə etmədə mədəni kütləvi tədbirlərin təşkilində iştirak etmək. Yəni də hər bir valideynin hüququdur ki, müəssisənin ictimai idarə olmasına mədəni kütləvi tədbirlərin təşkilində iştirak etsin. Bura nələr daxildir? Məsələn, bir deyin uşaqlar gündür, Novruz bayramıdır, Yeni il bayramıdır. Yəni bu tipli mədəni kütləvi tədbirlərin təşkilində iştirak etmək valideynlərin hüquqlarına daxil deyə qeyd edirik. Növbəti qeyd edirik müraciət hüququdur ki, burada daxildir ki, rəhbərliyə, pedaqoji kollektivə təhsilin təkmilləşdirməsindən bağlı təkliflər vermək və həmçində onlarla əməkdaşlıq etmək valideynin hüququdur deyə qeyd edirik. Növbəti gəlir valideynlərin vəzifələri. Bura daxildir ki, ilk öncə qeyd edirik ki, övladının erkən yaşdan fiziki, əxlaqi, intellektual inkişafına şərait yaratmaq. Növbəti qeyd olunur ki, övladını Azərbaycan xalqının adət-ənənələrinə, mənəvi dəyərlərə, Azərbaycançılıq məfkurəsinə hörmət ruhunda tərbiyə etmək və məktəbqədər təhsil müəssisəsinin daxili nizam qaydalarına əməl etmək, müəssisə ilə bağlanmış müqavilənin şərtlərinə riayət etmək deyə qeyd edə bilərik. Yəni hər bir valideynin vəzifəsidir ki, ilk öncə övladını erkən yaşda inkişafına şərait yaratsın, daha sonra uşaqları Azərbaycançılıq ruhunda tərbiyə etsin və həmçinin məktəbqədər təhsil müəssisəsinin daxili nizam qaydalarına əməl etsin deyə qeyd edə bilərik. Növbəti isə gəlir ki, təhsil verənlərin, yəni müəllimlərin hüququ və vəzifələri. Bura daxil edilir ki, ilk öncə müəllimlərin hüquqlarına danışanda qeyd edə bilərik ki, təhlükəsiz və normal iş şəraiti təmin olunmaq, təhsil prosesinin tətbiq olunan form metod vasitələri sərbəst seçmək, idarəetmənin təkmilləşdirməsinə bağlı təkliflər irəli sürmək, yüksək nailiyyətlərə görə mükafatlandırmaq və şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək deyə qeyd edə bilərik. Növbəti isə qeyd edirik ki, müəllimin vəzifələridir ki, müəllimin vəzifələrinin daxildir ki, ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və attestasiyadan keçmək. Müəllim işlədiyi müddətdə davamlı olaraq öz ixtisasını, yəni peşəkarlıq səviyyəsini artırmalı və davamlı olaraq buna uyğun olaraq attestasiyadan, yəni qiymətləndirmədən keçməli deyə qeyd edirik. Növbəti qeyd edirik ki, dövlət təhsil standartına uyğun olaraq təhsil alınan zəruri bilik və həyati bacarıqlar qazanmasını təmin etmək. Əlbəttə ki, uşaqlar bağçada olduqları müddətdə onların zəruri həyati bilik və bacarıqları
yiyələnməsini təmin etmək müəllimin vəzifəsi deyə qeyd edirik. Növbəti qeyd olunur ki, məktəbqədər təhsil müəssisəsinin daxili nizam qaydalarına əməl etmək. Bunu az öncə xatırlayırsınızsa valideynlərin vəzifəsini qeyd etmişdik və eyni ilə də müəllimlərin də vəzifəsidir ki, müəssisənin daxili nizam qaydalarına əməl etsin. Növbəti qeyd olunur, uşaqlar Azərbaycan xalqının dilinə, adət-ənənələrinə, mənəvi dəyərlərə hörmət, Azərbaycançılıq və vətənpərvər ruhunda tərbiyə etmək. Az öncə bunu da xatırlayırsınızsa, valideynlərin vəzifəsini qeyd etmişdik və eyni ilə müəllimin də vəzifəsidir ki, müəssisənin uşaqlara Azərbaycançılıq xalqının dilinə, adət-ənənələrinə, mənəvi dəyərlərə hörmət, Azərbaycançılıq və vətənpərvər ruhunda tərbiyə etsin. Yəni ki, uşaqlar günün müəyyən hissəsində, bağçada müəyyən hissəsində isə evdə olurlar. Evdə olduqları müddətdə valideynlərin, bağçada olduqları müddətdə isə tərbiyəçinin, yəni müəllimlərin vəzifəsidir ki, uşaqlar Azərbaycançılıq ruhunda tərbiyə etsin. Növbəti isə qeyd edirik ki, uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək. Yenə də hər bir müəllimin vəzifəsidir ki, uşaqların şərəf və ləyaqətinə hörmətlə yanaşsın və pedaqoji etika və əxlaq normalarına riayət etsin deyə qeyd edirik. Növbəti qeyd olunur ki, uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında onların fiziki və psixoloji zorakılığın bütün formalarından qorumaq müəllimin vəzifələridir deyə qeyd edirik. Az öncə qeyd etdiyim kimi, uşaqlar günün müəyyən hissəsini bağçada keçirirlər və bu müddət ərzində uşaqların sağlamlığının qorunmasına bilavasitə iştirak etmək müəllimin vəzifəsidir deyə qeyd edə bilərik. Növbəti qeyd edirik ki, uşaqların təlim tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək. Yəni ki, uşaqların təlimi ilə bağlı valideynləri mütəmadi məlumatlandırmaq müəllimlərin vəzifəsi deyə qeyd edirik. Növbəti isə qeyd olunur ki, müəssisədə ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək deyə qeyd edə bilərik. Ümumilikdə bütün bunlar hər biri tərbiyəçi müəllimlərin hüquq və vəzifələrinə aid edilir deyə qeyd edə bilərik və həmçinin bütün bu qeyd etdiklərimiz hüquq və vəzifələrə aid edilir deyə qeyd olunur. Növbəti isə gəlir didaktik prinsiplər. Ki, məktəbqədər təhsil 9 didaktik prinsipə əsaslanır ki, və müəllimlər də zaman-zaman bu 9 didaktik prinsipə mütləq şəkildə riayət etməlidirlər deyə qeyd edirik. Bunlar hansılar deyə qeyd etsək, ilk öncə qeyd edə bilərik ki, nəticəyönümlülük didaktik prinsipdir ki, nəticəyönümlülük didaktik prinsipi bu təhsil məzmunu əvvəlcə müəyyən olmuş nəticəyə əsasən qurulması deməkdir. Yəni, müəllim dərsi planlaşdırarkən dərsin sonunda uşaq nəyə nail olmalıdır, sualına cavab verməyi bacarmalıdır. Yəni ki, müəllim keçəcəyi mövzuya həmin anda deyil və yaxud da keçəcəyi fəaliyyətə həmin anda deyil, öncədən müəllim hazırlıqlı olmalıdır. Yəni, ümumilikdə müəllimin planlı, proqramlı olması, keçəcəyi fəaliyyətə və yaxud da mövzuya öncədən hazırlıqlı olması aid edilir nəticəyönümlülük didaktik prinsipinə. Növbəti qeyd edirik ki, uşaqyönümlülük didaktik prinsipdir ki, uşaqyönümlülük didaktik prinsipi isə bu təhsil prosesində birbaşa uşağın meyl maraqlarının təhsil tələbatının ödənilməsinə və istedad potensialının reallaşdırılmasına yönəldilməsi deyə qeyd edə bilərik. Bu prinsip uşağı mərkəzə qoyur deyə qeyd olunur. Yəni ki, uşaqyönümlülük didaktik prinsipində müəllim məşğələləri həyata keçirən zaman uşaqların meyl maraqlarını nəzərə alaraq məşğələlər təşkil etməyə bacarmalıdır deyə qeyd edirik. Yəni, az öncə qeyd etdiyimiz kimi bu prinsip uşaqların mərkəzdə tutur deyə qeyd olunur. Və ümumilikdə uşaqyönümlü sinif yaratmaq üçün müəllim diaqnostik qiymətləndirmə ilə uşağın potensialını müəyyənləşdirməyə bacarmalıdır. Uşaqlara maraq və seçiminə uyğun tapşırıqlar hazırlamağı bacarmalıdır. Sinif künclərini uşaqların maraqlarını əks etdirəcək şəkildə düzəltməyə bacarmalıdır. Uşağa hər gün ən az bir seçim imkanı verməlidir və həmçinin müşahidə gündəlik aparmalı, uşaqların meyllərini, maraqlarını qeyd etməlidir deyə qeyd olunur. Yəni ki, uşaqyönümlülük didaktik prinsipində və onu qeyd edim ki, diaqnostik qiymətləndirmə mütləq şəkildə uşaqyönümlülük didaktik prinsipinə aid edilir. Çünki biz belə qeyd edim ki, diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir və biz diaqnostik qiymətləndirmə ilə uşaqların ilkin bilik potensialını müəyyənləşdiririk və həmçinin də uşaqyönümlülük didaktik prinsipində də buna əsaslanaraq uşaqlara bilik potensialına uyğun müxtəlif tapşırıqlar verilir deyə qeyd olunur. Yəni, buna görə də diaqnostik qiymətləndirmə uşaqyönümlülük didaktik prinsipinə aid edilir. Və həmçinin də hər bir müəllim uşaqyönümlü sinfi təşkil edən zaman gün ərzində ən azı bir dəfə uşaqlara seçim imkanı verməlidir, müşahidə gündəliyi aparmalıdır, uşaqların meyl maraqlarını qeyd etməlidir deyə qeyd olunur. Yəni, ümumilikdə uşaqların meyl maraqlarını nəzərə alınaraq məşğələlərini təşkil edilməsi aid edilir uşaqyönümlülük didaktik prinsipinə. Növbəti isə qeyd edirik ki, şəxsiyyətiyönümlülük didaktik prinsipdir ki, şəxsiyyətiyönümlülük didaktik prinsipinə isə aid edilir ki, uşaqlarda zəruri həyati bacarıq və dəyərlərin formalaşdırılması aid edilir. Bunun üçün də, yəni bir növ qeyd edim ki, bir uşağı bütöv bir şəxsiyyət kimi yetişdirmək üçün də əsas diqqətdə saxlanılan 4
4 bacarıq var ki, 4 istiqamət var ki, bunlara mütləq şəkildə riayət olunmalıdır. Yəni uşaqlar bu 4 istiqaməti mütləq şəkildə bilməlidir. Bura aid idrak bacarıqları ki, bura dərk etmək, anlamaq, başa düşmək, qavramaq daxildir ki, hər bir uşaq sərbəst şəkildə bunlara malik olmalıdır. Növbəti qeyd edirik ki, ünsiyyət bacarıqlardır ki, fikir söyləmək, izah etmək, şəxslərarası ünsiyyət, əməkdaşlıq bunlar aid edilir. Növbəti psixomotor bacarıqdır ki, yəni hərəkətlə bağlı bütün istiqamətləri biz bura aid edə bilərik. Qaçmaq, tullanmaq, kinetik hərəkətlər, rollu oyunlar və s. deyə qeyd edə bilərik. Və milli bəşəri dəyərlərdir ki, burada əxlaqi keyfiyyətlərdir ki, həm öz xalqımızın, həm də digər xalqlarla bağlı əxlaqi keyfiyyətlər və mədəni müxtəlifliyin qəbul edilməsi, hüquqlara hörmət deyə qeyd edə bilərik. Yəni uşaqlar həm öz xalqımızın əxlaqi keyfiyyətlərini, həm də digər xalqların mədəni müxtəlifliyini bilməli və onlara hörmət ruhunda böyüdülməlidir deyə qeyd edirik. Yəni ümumiyyətlə uşaqların bir şəxsiyyət kimi, bütöv bir şəxsiyyət kimi yetişdirilməsi üçün bu 4 istiqamət mütləq şəkildə diqqət mərkəzində saxlanılmalıdır deyə qeyd olunur. Növbəti qeyd edirik inkişaf yönümlü didaktik prinsipidir ki, inkişaf yönümlü didaktik prinsipi isə bu uşaqların idrak fəallığının təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirilməsi yolu ilə bilik və bacarıq və vərdişlərin inkişafının təmin edilməsi deyə qeyd edirik. Yəni, bir tək diaqnostik qiymətləndirmə çıxmaq şərti ilə geridə qalan bütün qiymətləndirmələr inkişaf yönümlü didaktik prinsipinə aid edilir. Və biz qiymətləndirmə yolu ilə daimi olaraq uşaqların nə dərəcədə inkişaf etdiyini müəyyənləşdiririk. Buna görə də qiymətləndirmələr aid edilir inkişaf yönümlü didaktik prinsipinə. Bura isə inkişafı izləmək üçün alətlər deyə qeyd etsək, biz bura aid edə bilərik ki, müşahidə gündəliklərdə, portofilolarda, uşaq nailiyyətlərinin təhlilidir, yekun hesabatlardır ki, bunlar vasitəsilə biz uşaqların davamlı qiymətləndirməsini həyata keçirək və uşaqların nə dərəcədə inkişaf etdiyini müəyyənləşdirə bilərik deyə qeyd olunur. Ümumilikdə diaqnostik qiymətləndirmənin çıxmaq şərti ilə geridə qalan bütün qiymətləndirmələr inkişaf yönümlü didaktik prinsipinə aid edilir deyə qeyd edirik. Növbəti qeyd edirik tələb yönümlü didaktik prinsipdir ki, tələb yönümlü didaktik prinsipi isə bu ümumi inkişafla bağlı təhsil proqramının məzmununun fərdin, cəmiyyətin, dövlətin dəyişən tələblərini nəzərə alınaraq təşkil edilməsi aid edilir. Yəni müasir dünyaya ayaqlaşma deyə də qeyd edə bilərik. Bəzən tələb yönümlü didaktik prinsip dedikdə əsasən İKT alətlərindən və müasir rəqəmsal savadlığın həyata keçirilməsi aid edilir. Yəni, amma əslində təkcə tələb yönümlü didaktik prinsipinə müasir dövr İKT-dən istifadə etmək aid deyil. Bura həmçinin aid edilir ki, müasir standartlara cavab verən materiallar, oyun avadanlıqlarından istifadə edilməsidir. Uşaqların yaşayacağı cəmiyyətin real gözləntilərinə uyğun şəkildə böyüdülməsi, mövcud Azərbaycan kurikulum çərçivəsinə uyğunlaşmadır ki, bunlar aid edilir. Yəni, qeyd etdiyim kimi, tələb yönümlü didaktik prinsipində sadəcə olaraq müasir texnologiyadan istifadə etmə deyil, həmçinin müasir dövrə uyğun olaraq müxtəlif materiallardan, oyun avadanlıqlarından istifadə edilməsi, uşaqların müasir cəmiyyətə uyğun şəkildə böyüdülməsi və həmçinin müasir kurikulumdan istifadə edilməsi aid edilir tələb yönümlü didaktik prinsipinə. Və növbəti qeyd edirik ki, varislik didaktik prinsipdir ki, varislik didaktik prinsipi isə müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının məzmun və mahiyyət etibarilə bir-birini tamamlaması deyə qeyd edirik və həmçinin mövzulardan sadədən mürəkkəbə doğru həyata keçirilməsi deyə qeyd edirik. Yəni ki, varislik didaktik prinsipində qeyd olunur ki, keçirilən mövzular sadədən mürəkkəbə doğru davamlı olaraq bir-birini tamamlayaraq həyata keçirilməlidir deyə qeyd olunur. Növbəti qeyd edirik inteqrativlik didaktik prinsipdir ki, inteqrativlik didaktik prinsipi isə bu təhsilin məzmun komponentlərini bir-biri ilə əlaqələndirməsini özündə əks etdirir deyə qeyd edirik. Yəni ki, müəllim mövzuları və yaxud da fəaliyyətlər keçən zaman davamlı olaraq bir fəaliyyəti və yaxud da bir mövzunu digər mövzularla əlaqələndirməyi bacarmalıdır deyə qeyd edirik. Burada nələr aiddir deyə qeyd etsək, qeyd edilərik ki, məsələn, həyatla əlaqələndirmədir, mövzuları əlaqələndirmədir, rolu canlandırmadır ki, bunlar aid edilir. Yəni, müəllim mövzuları keçən zaman ola bilər ki, real həyatla əlaqələndirə bilər, ola bilər ki, mövzuları bir-biri ilə əlaqələndirə və yaxud da rolu canlandırmalardan da istifadə edə bilər deyə qeyd edirik. Bunlar aid edilir inteqrativlik didaktik prinsipinə, yəni ümumilikdə əlaqələndirmələr aid edilir inteqrativlik didaktik prinsipinə. Növbəti gəlir Azərbaycançılıq didaktik prinsipdir ki, bura uşaqların vətənpərvər ruhunda tərbiyə edilməsi, Azərbaycançılıq məfkurəsində böyüdülməsi aid edilir. Yəni, hər bir uşaq yaşadığı cəmiyyətin tarixi dəyərləridir. Bu günü, yəni ki, bu günü, dünəni, yəni keçmişi barədə məlumatlı olmalıdır. Yaşadığı yerin coğrafi xarakteridir ki, yəni nə ilə tanınması, nə ilə xarakterizə olmasını bilməlidir. Həmçinin Azərbaycan Respublikasının dövlət rəmzləridir. Bayraqdır, gerbdir, himn haqqında məlumatlı olmalıdır uşaqlar. Yəni ki, ümumiyyətlə hər bir uşaq Azərbaycançılıq ruhunda
böyüdülməlidir ki, Azərbaycançılıq məhfurasının böyüdülməsidir ki, bunlar da aid edilir Azərbaycançılıq didaktik prinsipinə. Növbəti sonuncu didaktik prinsip isə qeyd edirik ki, dünyəvilik didaktik prinsipdir ki, dünyəvilik didaktik prinsiplə danışanda biz qeyd edirik ki, bizim ölkəmiz dünyəvi dövlətdir. Yəni ki, bizim ölkəmizdə din dövlətdən ayrıdır. Belə qeyd etsək, yəni bizim dövlətimiz dini qaydalarla idarə edilən dövlət deyil. Ona görə yəni bizim dövlətimizdə istənilən belə deyim ki, dindən olan insanlar rahat şəkildə yaşaya və təhsil ala bilirlər. Buna görə də bizim təhsilimizdə hər hansı bir dini təbliğatlara yol verilməsi qəbul edilmir. Yəni ki, bu şəkildə dünyəvilik qorunmalıdır deyə qeyd olunur. Bunlar aid edildi didaktik prinsiplərə. Növbəti isə gəlir inkişaf sahələridir ki, inkişaf sahələrini danışanda qeyd edirik ki, məktəbqədər təhsildə 4 inkişaf sahəsi var ki, və uşaqlar məktəbqədər təhsilə daxil olduqları andan ta ki məktəbqədər təhsili bitirənə qədər bu 4 inkişaf sahəsi üzrə təhsil alır deyə qeyd edə bilərik. Bura nələr daxildir? Qeyd etsək, qeyd edirik ki, fiziki inkişaf sağlamlıq və təhlükəsizlikdir, idraki inkişaf sahəsi, estetik yaradıcı inkişaf sahəsi və sosial emosional inkişaf sahəsi olmaqla qeyd etdiyim kimi 4 inkişaf sahəsi var deyə qeyd edirik. İlk öncə qeyd etdik, fiziki inkişaf sağlamlıq və təhlükəsizlik inkişaf sahəsidir ki, bura ümumiyyətlə uşaqların fizioloji olaraq bədən cəhətdən düzgün inkişaf etdirilməsi, böyük və kiçik motor bacarıqlarının inkişafı daxildir və həmçinin sağlamlıq və təhlükəsizlik istiqamətinin müxtəlif bacarıqların formalaşdırılması aid edilir deyə qeyd edə bilərik. Sağlamlıq və təhlükəsizlik istiqamətindən formalaşdırılmayan bacarıqlar deyəndə bura aid edilir ki, məsələn, şəxsi gigiyenadır, əllərini yumaqdır, dişlərini fırçalamaqdır, düzgün qidalanmadır, gün rejiminə düzgün riayət olunmasıdır, sağlam qidaların tanıdılmasıdır və həmçinin uşaqların yol hərəkət qaydaları barədə məlumatlı olmasıdır ki, yəni hər bir uşaq sadə yol hərəkət qaydalarını bilməlidir. Məsələn, piyada zolaqlardır, piyada keçidlərdir, işıq qoyun işıqlardır. Uşaq bunlar barədə məlumatlı olmalıdır. Ekstremal vəziyyətlərdə davranış qaydalarıdır ki, məsələn, yanğın, zəlzələ baş verirsə, uşaq bu kimi vəziyyətlərdə ilkin davranış qaydalarını bilməlidir. Məişət təhlükəsizliyidir ki, elektrikdir, kəsici deşici alətlərdir ki, bunlar barədə uşaqlar məlumatlı olmalıdır deyə və bunlardan düzgün istifadə qaydalarını uşaqlar bilməlidir deyə qeyd edirik. Yəni ümumiyyətlə bütün bu qeyd etdiklərimiz fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsinə aid edilir deyə qeyd edirik. Növbəti qeyd edirik idraki inkişaf sahəsidir ki, idraki inkişaf sahəsindən danışanda isə biz burada qeyd edirik ki, adından göründüyü kimi uşaqların idraki ilə bağlı olan və yaxud da zehni fəaliyyətlə bağlı olan bütün istiqamətlər bura aid edilir. Burada qeyd edirik ki, ümumiyyətlə idraki inkişafın məqsədi uşağın idraki maraqlarının, tələbat bacarıqlarının, emosional hissi təcrübə əsasında elementar tədqiqatçılıq fəaliyyətinin formalaşdırılması aid edilir. İdraki inkişaf sahəsinin istiqamətlərindən danışanda isə biz burada qeyd edirik ki, məsələn, məntiqi müşahidədir ki, bura aid edilir ki, müqayisə etmək, fərqləndirmək, ümumiləşdirmək, elm və təbiət istiqamətdir ki, bura müxtəlif təcrübə və müşahidə yolu ilə kəşflər etmək aid edilir. Riyazi istiqamətdir ki, bura aid edilir ki, saymaq, fərqləndirmək, sırayla düzmək, formaları tanımaq aid edilir. Məkan və zaman münasibətlərini bilmək aid edilir həmçinin idraki inkişaf sahəsinə və həmçinin dil və anlayış istiqamətidir ki, burada uşaqlarda söz ehtiyatı, anlayışlarda, anlatma bacarıqlarının olması ki, aid edilir. Və diqqət yetirsəniz, bütün bunlar hər biri əqli və yaxud da zehni fəaliyyətlə bağlı olan istiqamətlərdir ki, yəni ümumiyyətlə bir növ belə qeyd edim ki, əqli və yaxud da zehni fəaliyyətlə bağlı olan bütün istiqamətlər aid edilir idraki inkişaf sahəsinə. Növbəti isə qeyd edirik ki, estetik yaradıcı inkişaf sahəsidir ki, estetik yaradıcı inkişaf sahəsində isə bu uşaqların bədii hisslərini və bədii zövqlərinin formalaşdırılmasına bağlı olan və həmçinin bədii yaradıcılıq fəaliyyətlərinin formalaşdırılması ilə bağlı olan istiqamətlər bura aid edilir. Burada biz aid edə bilərik ki, uşaqlarda rəqs qabiliyyətlərinin inkişaf etdirilməsidir, uşaqların musiqi duyğunun inkişaf etdirilməsidir, musiqi alətlərində ifa etməkdir, təbiətdə gözəllikləri görməkdir, insanların geyimində gözəlliyi görmək və onların mövqeyini qəbul etmə bacarığıdır və həmçinin də uşaqlarda ümumilikdə yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması aid edilir estetik yaradıcı inkişaf sahəsinə. Yəni ümumən estetik yaradıcı inkişaf sahəsi uşaqlarda bədii zövqün və yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması aid edilir deyə qeyd edə bilərik. Və sonuncu inkişaf sahəmiz isə aid edilir sosial emosional inkişaf sahəsidir ki, sosial emosional inkişaf sahəsi dedikdə isə biz burada qeyd edirik ki, məktəbdə yaş uşaqlarda sosial və emosional keyfiyyətlər vəhdətdə inkişaf edir deyə qeyd edirik və hər bir uşaq özünün emosional əhvalını yaşadığı sosial mühitin normal əsasən tənzimləməyi bacarmalıdır deyə qeyd edirik. Ümumilikdə sosial emosional inkişaf sahəsinin komponentləri nələr daxildir qeyd etsək, biz burada qeyd edə bilərik ki, emosional tanımadır. Uşaq öz emosiyalarını tanıyıb adlandırmağı bacarmalıdır. Emosional tənzimdir ki, həyəcan, sinirlilikdə özünü sakitləşdirməyi bacarmalıdır. Yəni ilk
öncə qeyd etdiyim kimi, məsələn, emosiyanı tanıma qeyd etdik ki, uşaq yəni öz hisslərini tanımalıdır. Məsələn, sevincli olanda, kədərli olanda, qəzəbli olanda bunu tanımağı, adlandırmağı bacarmalıdır. Daha sonra emosiyanı tənzimdir. Az öncə qeyd etdiyimiz kimi, həyəcanlananda, sinirləndə uşaq özünü sakitləşdirməyi bacarmalıdır. Empatiyadır. Başqasının hissini anlamaq, ona köməklik göstərməkdir ki, məsələn, uşaq yoldaşı uğursuzluğa düçar olduğu anda onu anlamağı və ona kömək göstərməyi bacarmalıdır. Və yaxud da münaqişələrin həllidir. Problemləri şiddətsiz yollarla həll etməyi bacarmalıdır ki, uşaq özü ilə yoldaşı arasında və yaxud da yoldaşlar arasında hər hansı bir belə qeyd edim ki, problem baş verdi, münaqişə baş verdikdə bunları problemsiz həll etməyi uşaqlar bacarmalıdır deyə qeyd edirik. Və həmçinin qeyd olunur əməkdaşlıqdır ki, uşaqlar qruplarda işləməyi, növbələrini gözləməyi, ortaq məqsədə gəlməyi bacarmalıdır deyə qeyd edirik və özünə hörmətdir ki, bu da öz imkanlarını və sərhədlərini anlamaq deyə qeyd edirik ki, yəni hər bir uşaq anlamalıdır ki, yəni harda necə davranmaq lazımdır və buna görə də uşaqlar öz imkanlarını və sərhədlərini anlamalıdırlar deyə qeyd edirik. Yəni ümumilikdə bütün bu qeyd etdiklərimiz də sosial emosional inkişaf sahəsinə aid edilir deyə qeyd edə bilərik. Ümumilikdə qeyd etdiyimiz kimi 4 inkişaf sahəsi var: fiziki inkişaf, sağlam qüvvə təhlükəsi, idraki inkişaf sahəsi, sosial emosional inkişaf sahəsi və estetik yaradıcı inkişaf sahəsi olmaqla 4 inkişaf sahəsini qeyd etdik ki, uşaqlar məktəbdə təhsilə daxil olduqları andan ta ki məktəbdə təhsili bitirənə qədər bu 4 inkişaf sahəsi üzrə də təhsil alırlar deyə qeyd edirik. Mövzumuzun izahı bu qədər müəllimlər. Ümid edirəm ki, izah hər biriniz üçün anlaşılıqlı olmuşdur. Dinlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm.